Revmatik xəstəliklərin müalicəsində antibiotiklər nə zaman istifadə olunmalıdır? İsti vanna qəbul edilməsi faydalıdırmı? Müalicə zamanı qəbul edilən dərmanlar xərçəng yarada bilərmi? Ege Hospitalın revmatoloqu uzman doktor Sarvan Ağamuradov danışacaq. Ağrı yaşayan, xroniki, artrozlu olan xəstələr deyir ki, həkim heç nə istəmirəm, sadəcə ağrımı kəs yetər mənim üçün. Amma bu belə deyil təbii ki. Bizim əsas hədəfimiz həyatlarının daha sağlam davam etməsi üçün onlara yardım etmək. Əlimizdən gələndə bu olsa yaxşı. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Mən doktor Dilbər Rahim. Səhhətimizin bugünkü buraxılışında hər birinizi xoş gördük. Verilişimizə Ege Hospitalın Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğunda baxırsınız. Əziz tamaşaçılar, çayınızı, kofenizi hazır eləyin. Çünki bugün çox aktual və maraqlı bir mövzumuz var. İstərdim qonağımızı sizlərə təqdim eləyim. Bizim bugünkü qonağımız Ege Hospitalın uzman revmatoloqu Sarvan Ağamuradovdur. Necəsiz doktor? Çox sağ olun, siz neyəsiniz? Təşəkkürlər. Əhvalınız yaxşıdırsa? Yaxşı, İstərdim keçən verilişin davamı kimi öz suallarımı sizə yönəldim. Bizim gözəl suallarımız var bugün. Hansı ki, tamaşaçılarımız üçün də həm biraz məzəli, həm də həqiqətən maraqlı suallar olacaq. İlk istərdim bu sualla başlayayım. Revmatizmal xəstəliklərdə bisilin və penisilin tərkibli dərmanlar, bu kimi dərmanlar istifadə olunurmu? Təbii, mən də bütün tamaşaçıları salamlayıram. Təbii, keçən verilişimi bir ardı kimi düşünün. Təbii, insanlarımızı maarifləndirməyə çalışacaq bugün də və revmatologiyada doğru bilinen əslində yanlış olan mövzulardan bəhs edəcək. Təbii, bu illər boyu əslində bəlkə də 50-60 il öncəsində çox yaygın istifadə olunub. Revmatizmal xəstəliklərin müalicəsində antibiotik müalicəsi. Bu daha çox kəskin revmatizma qızdırmaq, uşaq vaxtı keçirdiyimiz boğaz infeksiyasına əlaqəli olan, streptokok infeksiyasına əlaqəli olan xəstəliyin müalicəsində istifadə olunub. Amma günümüzdə bizim xüsusilə yaşlı qrupda çox nadir situasiyalar xaric biz antibiotik müalicəsi revmatizmal xəstəliklər üçün istifadə eləmirik. Əfsuslar olsun ki, bu günümüzdə xüsusilə rayonlarda ağır revmatizmal xəstəliklər sadəcə və sadəcə ağrı kəsicilər və antibiotik müalicəsi ilə. Hətta bu bir deyil, illər boyu. Hətta qanda baxılan ASO dəyəri var. O testə baxaraq 50, 60, 70, hətta 90 yaşında insanlara aylarca, həftələrcə, illərcə belə antibiotik müalicəsi verilən xəstələr var. Söyləmək istəyirəm ki, bu addım yanlışdır. Çox az, bəzi 1-2% situasiyalara xaric biz revmatizmal xəstəliklərin müalicəsində antibiotik müalicəsi istifadə eləmirik. Ona görə də bu məqama diqqət etsinlər. Aydındır doktor. Daha sonra naftalan və isti vannalar revmatizmal xəstəliklərin müalicəsində effektivdirmi, lazımdırmı, nə kimi təsirləri var? Bu da belə deyim, çox yaygın istifadə olunan, əslində belə deyim, ağırlı, yaralı yerlərimizdən biridir. Çünki bütün revmatizmal xəstəliklər tamamən bu belə deyim də bununla müalicə edilməyə çalışılır. Mənim anamda, nənəmdə revmatizma var, revmatizmal xəstəlik var. Bir göndərin naftalana, bir göndərin isti vannaya. Hələ də bu tendensiya var. Deyir ki, xüsusilə soruşurlar ki, biz müalicə yazırıq, həkim naftalana gedə bilərəmmi? Bəzi situasiyalar xaric ki, bunlar hansıdır? Xronik yorğunluq sindromudur, əzələ miyaziti var, yəni miyofasiyal ağrıları var, artrozu var, gərginlik və degenerativ oynaq xəstəlikləri var. Yaşlı qruplarda bunlar bəlkə də biraz fizioterapi prosedurlardan, isti vannalardan istifadə edərkən biraz rahatlama hiss edə bilərlər. Bu rahatlama da keçici bir rahatlamadır, yəni qalıcı bir rahatlama deyil. Amma bütün iltihablı oynaq xəstəliklərində, revmatoid artritdən tutun, kristal artropatiya, podagraya qədər, yəni qut xəstəliyə qədər, ondan sonra qırmızı qurdeşə, birləşik toxuma xəstəliklər, vaskütlər, bunların heç birinin müalicəsində isti vannalar, naftalan, isti prosedurlar heç biri istifadə olunmamalıdır, əks göstərişdir. Oynaq iltihablı xəstəliklərində, deyək ki, revmatoid artrit ya da bənzər autoimmun iltihab xəstəliklərində biz xüsusilə kəskin mərhələdə heç bir isti prosedurları xəstəyə yaxınlaşdırmaq istəmirik. Zaten xəstənin
bir oynağı şişib, istidir. Sən ona biraz da isti prosedurlar ortaya qoysan onun üstünə. Onsuz da orada iltihabı var. İltihabı daha da artırmış olarsan. Ona görə də bir mənada onu söyleyeyim ki, bəzi kirəzləşmə və degenerativ oynaq xəstəlikləri xaric heç bir xəstənin müalicəsində biz naftalan müalicəsi, isti prosedurları qətiyyən məsləhət görmürük. Doktor, mən gəlmişəm yanınızda bir xəstə kimi. Deyirəm ki, doktor, mənə bir kurs terapiya yazın, mən çıxım gedim. Reaksiyanız nə olar? Çox pis olacaq çünki revmatizmal xəstəliklərdə kurs müalicəsi yoxdur. Bu hansı məqam ola bilər? Deyək ki, kəskin bir artrit var xəstənin. Bu artrit, oynaq iltihabı bir infeksiyona bağlı. Deyək ki, bir qribal bir infeksiyon keçirmişsiniz ya da yuxarı tənəffüs yolu infeksiyası ya da başqa bir şey. Reaktiv artritlərdə bəzən 1 ay, 2 aylıq müalicə ilə xəstə remissiyaya girə bilir və təkrar müalicəyə ehtiyac duyulmamalıdır. Amma xroniki revmatizmal xəstəliklərdə ki, bizim xəstəliklərin demək olar ki, 90% və üstü bu xəstəliklər qrupuna aiddir. Kurs müalicəsi yoxdur. Müalicə müddətini xəstənin şiddəti və həkimin qərar verəcək. Yəni, bir 3 aylıq və ya 6 aylıq və ya 1 il nə qədər davam edəcək, bu xəstəliklərə görə dəyişə bilir. Amma bir mənalı onu söyleyeyim ki, yəni bir müddət yoxdur. Aydındır, doktor. Ümumiyyətlə, bu revmatizmal xəstəliklər zamanı istifadə olunan dərmanlardan istəyərdim biraz danışaq. El arasında hətta belə bir söylənti də var, türklər demiş ki, xərçəngə meyillilik yaradır, xərçəng yaradır, kimoterapiyadır bir növ. Buna reaksiyanız nədir? Təbii, bizim elə dərmanlarımız var ki, bunlar eyni zamanda onkologiyada da istifadə olunur. Amma onkologiyada istifadə olunan dozlardan çox daha aşağı istifadə olunur. Deyək ki, elə bir dərman var ki, isimlərini söyləmək istəmirəm. O dərmanlar bizdə də istifadə olunur, onkologiyada da, hematoloji, onkoloji xəstəliklərdə də istifadə olunur. Amma bizim istifadə etdiyimiz dozlar çox aşağı dozadır. Aydın. Və elə bir hədəf müalicəsi var ki, məsələn, yeni nəsil o ağıllı müalicələr deyirlər, birbaşa hədəfə yönəlik müalicələr. Bunlar bəli, bizdə də istifadə olunur, onkologiyada istifadə olunur. Həm bizdə, həm də onkologiyada istifadə olunan bu dərmanlar çox güvənli, belə deyim, xəstəyə çox ciddi əlavə təsir yaratmayan dərmanlardır. Ona görə əgər həkimi xəstəyə məsləhət görübsə, o zaman mütləq o dərmanları qəbul etsinlər. Aydındır. Revmatizmal xəstəliklərdə ana testi plusdur, yəni pozitivdir. Deyə bilərik ki, məsələn üçün həmin xəstədə mütləq xəstəlik var. Deyə bilərik bunu? Təbii, bu da yenə ağırlı məqamlardan biridir. Hər hansı bir səbəblə deyək ki, poliklinikaya gediblər ya da bir mərkəzə gediblər. Ondan işi bilən ya bilməyən, bunu yorumlaya bilən ya yorumlaya bilməyən bir mütəxəssis xəstənin ANA testi istəyib. Xəstə revmatoloqa qədər ya da ki, bu testi yorumlaya bilən mütəxəssisə qədər internetə girib o testi yazır və çıxan test nəticəsində qırmızı qod eşəyi, sklerodermiya, nə bilim, Sjögren sindromu, fərqli xəstəliklər diaqnozu özünə qoyaraq bizə çox həyəcanlı bir şəkildə gəlir. Bunu söyləmək istəyirəm ki, ANA test normal insanlarda belə aşağı titrədə 15-20%, hətta çox zəif paterndə 30%, 40% insanda belə pozitiv ola bilər. Tək başına bir testin heç bir dəyəri yoxdur. Hətta yüksək titrədə pozitiv olub klinika göstərməyən ola bilər. Biz o ANA testini çox vaxt xəstədən sadəcə ömründə bir dəfə istəyirik. Diaqnozda bizdə dəstək olan testdir. Diaqnoz qoyduracaq tək başına. Diaqnoz qoyduracaq test deyil. Ümumiyyətlə, revmatologiyada tək bir test heç bir dəyəri yoxdur. Yəni, klinik diaqnoz qoymaq üçün yetərli deyil. Xəstədən alınmış gözəl məlumatlar, həkim müayinəsi və laboratuvar testləri üçü birlikdə ortaya qoyduğumuzda əgər təbii dəstəkləyirsə bir diaqnoz qoya bilərik. Ona görə də ANA testi birində pozitivsə dünyanın sonu deyildir. Mütləq onu müalicə edib normallaşdıracaq bir durum da yoxdur. Deyək ki, xəstədə ANA testi gəlib, hər hansı bir paterndə 3 pozitivdir, 2 pozitivdir. Bunu biz təkrar belə baxmırıq. Əgər doğru bir laboratoriyada baxılıbsa, ömründə sadəcə bir dəfə baxılır və ona görə də təbii alt tiplər var. O analizlərdə istəyib bu testin revmatoloji xəstəliklərlə doğruluğu varmı, yoxmu? Məsələn, elə paternlər var ki, 3 pozitiv, 4 pozitiv olur. Xəstənin deyirəm ki, bunun revmatizmal xəstəliklərlə heç bir əlaqəsi yoxdur. Rahatlıq gedib, yəni rahat ola bilərsiniz deyirəm. Aydındır. Doktor, şərhlərdə bir sualımız var, istəyərdim onu ünvanlayım sizə. Deyir ki, xəstəmiz, məndə ağız yarası var. Doktorum şübhələnib ki, bəs Behçet ola bilər məndə, Behçet xəstəliyi. Siz nə fikirləşirsiniz? Yəni, hər ağız yarası Behçet xəstəliyinə belə bir işarədirmi? Təbii deyil, amma mütləq təkrarlayan ildə ən az 3 dəfə və daha çox
ağız yarası varsa bu ağız yarası yani soyuq dəymədən sonra deyil, qızdırmadan sonra deyil. Yani normal halda ağız yarası ortaya çıxırsa o zaman mütləq bir dəfədən olsun revmatoloq müayinəsində olmalıdır o xəstə. Amma en azından xroniki stomatit çox yayğındır. Demək olar ki, bəzi toplumlarda 20%-ə qədər toplumda görülür. Hansı situasiyalarda əgər bir xəstənin ağız yarası varsa BÇT şübhələnməlidir. Həmən ağız yarası ilə bərabər genital bölgədə yara varsa, bədəndə o akne dediyimiz folikulit, sivilcələr, biriciklər varsa o insanın, eyni zamanda gözdə iltihab, göz iltihabı varsa ki, biz ona üveyit deyirik. Eyni zamanda aşağı dərin ven trombozu varsa, yəni bədənin hər hansı bir yerində vaskolit dediyimiz damar iltihabı varsa, oynaq iltihabı varsa, o zaman bu xəstənin BÇT ola biləcəyi ehtimalı biraz daha yüksəkdir. Amma bu qərarı həkimə versinlər, təkrarən ağız yarası varsa ki, ailələrdə də varsa və ya nəslində hər hansı birində BÇT xəstəliyi ya da üveyit varsa, o xəstənin mütləq bir dəfə də olsun revmatoloq konsultasiyasında olub, onun BÇT olub olmadığını dəqiqləşdirməsi lazımdır. Aydındır. Belə deyək, bir nəfərdə məsələn podagra var, onun ailəsində də məsələn deyir ki, bizdə nəsillikcə podagra var. Belə şey mümkündür doktor? Birinci bilək ki, podagra nədir? Bir podagranı istərdim açıqlayaq. Təbii ki, el arasında çox böyük yanlışlardan biri də budur. Daha öncəki verilişlərdə də bu mənada söyləmişdik. Podagra əslində əvvəldən gələn bir terimdir. Baş barmağın qut xəstəliyi, yəni birinci baş barmağın qızarması, şişməsi, iltihabı, yəni sidik turşu mübadiləsinə bağlı olaraq, purin mübadiləsinə bağlı olaraq bir xəstəlikdir. Yəni el arasında çox görünən, ayaq baş barmağını çölə doğru əyilməsi ilə görülən əslində hallux valgusdur. Bunun podagra ilə bir əlaqəsi yoxdur. Podagrada xəstənin çoxunda o əyilmə demək olar ki, olmaz. Sadəcə orada vaxt açılır, atak şəkildə şişmələr ola bilər. İnsanların bildiyi o genetik keçişi olan, daha çox nəsildə də görülən, hətta erkən yaşlı qrupunda belə baş barmağını əyilən xəstəlik hallux valgusdur. O da artıq ortopedləri maraqlandıran bir hissədir. Bunun əlaqəsi yoxdur. Podagrada təbii genetik ola bilərmi? Bəli, ola bilər. Deyir ki, 40 yaşında bir kişi gəlir, deyir ki, atamda da yenə vaxtaşı şişirdi. Nəsildə təbii ki, bunlarda təbii genetik bir sidik turşusu mübadiləsi problemi var demək ki, onlarda eyni zamanda börək daşı xəstəliyi də ola bilər, sidik turşusuna bağlı olaraq. Bunlarda nəsillikcə ola bilər, amma o baş barmağın əyən xəstəlik olan hallux valgusun bu podagra ilə bir əlaqəsi yoxdur. Bir dənə də şərh var, onu da istəyirəm oxuyum sizə. Elə necə yazıb, elə də oxuyacağım. Deyir ki, bizim belə deyək, tamaşaçımız deyir, məndə revmatizma var. Deyir, mən ətləri kəstirmişəm bu şəkildə. Deyir, mənə qırmızı qidalarda olmaz bu şəkildə və süd məhsulları da olmaz. Həqiqətən belədirmi? Yəni ona bu qidalar olmazmı? Yox, əslində fərqli məlumatlar var. Kimisi deyir ki, südü kəs, kimisi deyir əti kəs, kimisi deyir xəmir xarakterli olmaz, kimisi deyir nə bilim qırmızı şeylər olmaz. Bu bizim biraz öncə də söylədiyim kimi sidik turşu mübadiləsi, purin mübadiləsinin təsir edən xəstəlikdən başqa heç bir xəstəlikdə kəskin bir diyetimiz yoxdur. Yəni xəstənin həqiqətən sidik turşusu yüksəkliyi var. Onlara təbii ki biz ət içində purin olan şeylərdir, məhdudiyyət qoyuruq. Bunlar nələ aiddir? Qırmızı ət təbii ki, ağ, bəyaz ət də ola bilər. Bunların ay içərisində nə qədər istifadə edildiklərini, yükü necə azaltıldığını söyləyirik. Amma bu digər xəstəliklərin heç birində ətin bir əks göstərişi yox. Tam tərsi mən məsləhət görürəm xəstələrimə. Qırmızı şeylərlə heç bir əlaqəsi yoxdur. İçində qırmızı olan revmatizma xəstəlikləri olmalıdır və ya süd məhsulları. Kesinlikle bir ciddi şəkildə məsləhət də görürük. Deyirik ki, turşu şeylər revmatizma xəstəlikləri artırılmış. Elə bir bilgi də yoxdur. Sadəcə yəni bu xüsusilə gluten intoleransı olan insanların çox istifadə etməməsini məsləhət görürük. Xəmir xarakterinin çox istifadə etməməsini məsləhət görürük. İçərisində gluten olan qidaların. Və xüsusilə əgər biz xəstələrə xüsusilə hormonal müalicə vermişiksə, o xəstələrdə də duz və şəkəri məhdudiyyət qoyuruq ki, bu normal insanlarda da bu məhdudiyyət olmalıdır əslində. Amma ondan başqa, o purin mübadilə xəstəliyindən başqa, yəni podagra, qut xəstəliyindən başqa heç bir xəstəlikdə bizim kəskin bir diyetimiz yoxdur. Duz və şəkər şəkildən başqa. Aydındır.
Revmatizmal xəstəliklərin müalicəsində bioloji tərkibli dərmanların yeri necədir? Ümumiyyətlə istifadəsini siz özünüz bir revmatoloq olaraq məsləhət görürsünüzmü? Təbii çox önəmlidir. Bu əfsuslar olsun ki, dərmanların xüsusilə maddi dəyərinin çox yüksək olması səbəbilə ölkəmizdə çox kritik xəstələrdə ancaq istifadə edə bilərik. Amma xüsusilə son 20 ildə bioloji dərmanlar revmatologiyada bir inqilab yaratdı və çox dəyərli dərmanlardır. Əlavə təsirləri az, xəstəyə faydası çox olan dərmanlar. Biz bəzən çox erkən yaşda, bəzən xüsusilə 18-17 yaşlarında təyin etdiyimizdə valideynə deyirik ki, doktor elə bu yaşda tez deyilmi bunlara başlamaq, amma xəstə ağırlıqsa nə qədər tez başlasaq o qədər xəstəyi tez zamanda remissiyaya sala bilərik. Ona görə həkimə güvənsinlər. Güvənən həkimə getdikdən sonra bioloji olursa, hansı dərman olursa olsun, onu vaxtında istifadə etmək lazımdır. Təhlükəli deyil. Belə başa düşdüm, yəni qorxusuz şəkildə həkim nəzarətində istifadə oluna bilər. Mütləq bəzi infeksiyon taraması edirik, skrininq edirik, bəzi dəyərlərə baxırıq, xəstəyə uyğundur, deyilmi təyin etdikdən sonra o zaman gönül rahatlıqla istifadə edə bilir. Bəs bu dərmanlar resepsiz şəkildə əldə oluna bilirlər ümumiyyətlə apteklərdən? Bilmirsiniz apteklərdə çox az satılan dərmanlardır. Hər aptekdən tapıla bilən dərmanlar deyil. O ölkə xaricindən gətirilə bilir. Amma çox dəyərli dərmanlar. Resepsiz xəstə o dərmanları təbii ki, istifadə etməməlidir, həkim nəzarətsiz. Bəzən biz bir dəfə təyin edirik, xəstə görürsən ki, deyirək ki, 3 ildir vurdururam, gəlirəm, bir də həkimə getmək istəmir. Elə deyil. Yəni biz onları ən azından 3-6 ayda bir dəfə görmək istəyirik. Elə iynə demişkən mən də istərdim bu sual ünvanlayım sizə. Tutaq məsələn üçün pasiyent gəlirsə deyir ki, doktor deyir, mənim qonşum filan iynəni vurdurdu dizinə, onda keçdi getdi də, mən də vurdurmuşam o iynəni və yaxud da vurdurmaq istəyirəm o iynəni. Belə hallarla tez rastlaşırsınız ümumiyyətlə? Təbii, ola bilir. Biz özümüz də istifadə edirik. Bu, yəqin o bəhs etdiyi şey osteoartritdə, artroz xəstələrində iynə, o gel müalicəsi daha çox deyirlər. Təbii, ola bilər xəstə fayda eləsin. 3 ay, 6 ay, 1 il. Hansı xəstədə necə davranacağımızı təbii ki, həkimi qərar verəcək. Bunun tam tərsi də var. Deyir həkim, qonşum iynə vurdu, ondan sonra tamamilə pis oldu. Bu da deyil. Yəni, hər hansı bir iynə vurmağa... Biraz da sanki qorxu ilə gəlirlər ki, onda belə görmüşəm, mən istəmirəm. Biz təbii ki, bir artroz xəstəsi varsa, oraya hormonal müalicə, dizə və ya gel müalicəsi təyin edə bilirik. Bunların faydası xəstəyə bəzən 3 ay, bəzən 6 ay, bəzən 1 il göstərə bilir. Amma pisləşdirmə durumu olmaz. Xüsusilə iltihablı oynaq xəstəliklərində xəstə tək monoartritlə gələ bilər, tək oynaq iltihabına gələ bilir. Biz onlara zaten məsləhət görürük. Yəni mütləq çox dərman vermək yerinə birbaşa oynaq içərisində dərman yeritmək xəstə üçün daha uyğundur. Nə qədər belə deyim də xəstəyə əlavə təsir az istifadə edərsən, əlavə təsir az olan dərmanlar xəstənin xeyrinə olduğu üçün məncə buna da əgər həkim daha lokallaşdırılmış şəkildə vurulan dərmanlar daha çox faydalı ola bilər, amma həkim təyinatı ilə mütləq. Əlavə təsirlərdən danışdınız elə indi. Ümumiyyətlə bu revmatizmal xəstəliklərin müalicəsində istifadə olunan dərmanların qaraciyəri, böyrəyi sıradan çıxartma kimi bir ehtimalı, əlavə göstəricilərində məhz onları zədələyir deyə baxa biləcəyimiz nüansları varmı? Bütün dərmanların ehtimal olunan əlavə təsirləri var. Amma bu qərarı lütfən xəstələr özləri verməsinlər. Yəni həkimə buraxsınlar. Biz zaten xəstəyə 3 ay sonra kontrola gəl, 4 ay sonra kontrola gəl, bu testləri ver gəl. Məsələn, bəzən olur ki, mən xəstəyə müalicə başlayıram, deyirəm 15 gündən sonra rayondan analizləri ver, at mənə, WhatsApp-ma. Mən o nəticəyə baxım ki, ürəyim də rahat olsun, dərmanla bağlı problem yoxdur, deyim ki, müalicəyə davam et. Yox, mən dərmanı başladım, 3 il sonra xəstə kontrola gəlir. Təbii ki, bununla bağlı dərmanla bağlı bir problem yaşanmış ola bilər. Amma vaxtaşırı həkim nəzarəti, həkimi söylədiyi kimi kontrola gəlir, xəstədə heç bir problem olmaz. Tutaq siz resept yazmışsınız xəstəyə, xəstə qayıdıb bu şəkildə sizə reaksiya verir ki, bu dərmanları deyir, filan kəs vurdurub, yaxşı effekt almayıb. Aptekdən mənə deyirlər ki, pisdir bu dərmanlar, mən də istifadə eləmək istəmirəm. Bu şəkildə olur, heç sizin başınıza gəlir bu şəkildə. Belə müalicə başlayır, xəstə 5 ay sonra müayinəyə gəlir. Deyək ki, həkim o dərmanlar daha çox fayda görmədim. O dərmanları kəsdim, qonşum məsləhət gördük, bu dərmanlar pisdir. Dərmanın qaraciyərini, böyrəyini incidəcək. Mən də getim apteka, aptekçi dedi ki, bu dərmanı, bu qarışığı istifadə edeyim. Mən də hər həftədə bir dəfə vururam, ağrılarım keçir. Qətiyyən yol verilən bir proses deyil bu. Heç vaxt belə bir şey olmamalıdır. Çünki bizim istifadə olunan əsas hədəf dərmanların təsiri xəstədə bəzən həftələr sonra ortaya çıxar. Nə qədər tez bir dərmandan
tez fayda görərlərsə, o dərmanların əlva təsirləri də əslində daha çox olur. Ona görə də bizim istifadə etdiyimiz dərmanları mütləq vaxtında istifadə etmələri lazım. Hər hansı bir əlva təsir yaranırsa, həkimə bildirsinlər zəhmət olmasa. Yəni durub da onu qonşu ilə nəsildəki hər hansı bir bəzən olur orta tibb işçisi, bir tibb bacısı olur. Yəni onları da küçümsəmirəm. Təbii doğru olaraq da yəni yorum eləməsinlər. Yəni ya da bu həkim doğru yazmayıb, xəstəyi ən yaxşı bilən öz həkimidir. O uyğun görübsə təbii ki, istifadə eləsinlər. Belə bir şey varmı ki, ümumiyyətlə doktor? Ağrı kəsildiyi müddətcə hər şey qaydasındadır. Məhz revmatizmal xəstəliklərdə. Çünki tez-tez eşidirik. Doktorun yanına gedirlər, deyirlər ki, təkcə ağrımı kəs, doktor. Başqa işini istəmirəm. Mən bu qədər bəs eləyir. Təbii bu hər şey demək deyildir. Bəzən təbii onları da qınamıram. Uzun illərdir ağrı yaşayan, xroniki, artrozlu olan xəstələr olur ki, hər yeri ağrıyır, oynaqlarda ciddi deformasiyalar var. O xəstələr deyir ki, həkim heç nə istəmirəm, hər gecə yata bilmirəm, gündüz yata bilmirəm. Artıq beyində bir ağrı mərkəzi əmələ gəlib. O insanlar deyir ki, sadəcə ağrımı kəs, yetər mənim üçün. Amma bu belə deyil təbii ki. Biz xəstə üçün təbii xəstəyə ağrısız bir yaşam vermək istəyirik xəstələrə. Amma bizim əsas hədəfimiz hər zaman da söylədiyim kimi xəstəyi məhdudiyyəti mümkün qədər olmamağını təmin etmək. Yəni xəstənin bir oynağı əyləndən sonra, yeriyə bilməyəndən sonra bu bizim üçün heç rahat olmaz yəni. Ona görə də təbii xəstə üçün bir ağrı kəsmə əsas hədəf olsa da biz həkimlər üçün ağrı ilə bərabər xəstəyi deformasiya etmədən, onun həyatını qısaltmadan xəstəyə daha sağlıqlı bir həyatını davam etdirmək üçün yardım edə bilmək. Təbii ömrünü uzatmaq demirəm, o Allahın işidir. Amma həyatlarını daha sağlam davam etməsi üçün onlara yardım etmək. Əlimizdən gələndə bu olsa nə yaxşı. Təşəkkürlər doktor. Mənə elə gəlir bugün tamaşaçılarımız üçün də bir çox mifin sonuna gəldik. Bir çox mifi açıqladıq onlar üçün. Çox sağ olun gəldiyinizə görə. Bugün Sarvan Ağamuradov, uzman revmatoloq bizim qonağımız idi. Qəbuluna düşmək üçün Ege Hospitala yığmağınız ya da ora getməyiniz məsləhət görülür sizlərə. Ümid edirəm gələn verilişlərimizdə də bizlə birgə, suallarla birgə, bizimlə birgə olarsınız doktor. Əziz tamaşaçılar, bir verilişin daha sonuna gəldik. Səhhətimizə tək ARB TV ekranlarından yox, həm də sosial media hesablarından izləyə bilərsiniz və baxa bilərsiniz. Suallarınızı və fikirlərinizi də şərhlər bölməsində qeyd edin ki, biz də burada həkimlərimizlə birgə onları müzakirə eləyək. Səhhətimiz sağlam gələcəyin təminatıdır. Gələn görüşlərə dək.